Salam dəyərli şagirdlər. Gəlin vektorlara aid bu suala baxaq. Kollinearlıq dedikdə, yəni paralellik deməkdir. Kollinearlıqla paralellik eyni şeydir əlamət olaraq. Deməli, vektorların kollinearlığı və ya paralellik əlaməti nədir? X-in X-ə nisbəti, Y-in Y-ə nisbəti və Z-in Z-ə nisbəti bir-birinə bərabər olmalıdır. Yəni, -1 bölünsün M bərabərdir 3 bölünsün 6 bərabərdir P bölünsün 2. İndi biz 3 bərabərlikdən ilk 2 bərabərliyi bir-birinə bərabər eləyib M-i tapaq buradan. Çarpaz vursaq 3M bərabərdir -6, M bərabərdir -2. M-imiz -2 oldu. İndi biz digər 2 bərabərlikdən, yəni sağ tərəfdəki 2 bərabərlikdən P-ni tapa bilərik. Çarpaz vursaq 6P bərabərdir 6-ya, P də bərabərdir 1-ə. Deməli, P-mizi də tapdıq, M-mizi tapdıq. Bizim cəmini istəyir. M üstəgəl P bərabərdir -2 üstəgəl 1 bərabərdir -1. Cavab -1 olacaq.